Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bugün növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan ailələrdən ibarət köç karvanı Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Sarıcalıya 110 nəfər olmaqla 28 ailə köçürülüb. Bu zulümləri çəkə-çəkə gəlmişik, indi azadalığa çıxırıq. Məndən olsa hamısını xiyalın gəzərəm. Amma can əl vermir. Ta ki salamatçılıq olsun, Allah cavanlarımıza dəyməsin. Bugün Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola düşür. İllərdir bugün həsrətlə gözləyən ailələr indi doğma torpağa geri qayıdırlar. Onlar üçün bu sadəcə bir köç karvanı deyil, həm də yeni bir həyatın başlanğıcıdır. Onların ora qanları tökülüb, inşallah gedib onların tökülən qanlarında yeni həyata başlamağı Allah bizə nəsib elədi. Çox şükür bugünə. 26 yaşım var. Mən ümumiyyətlə Ağdamı görməmişdim işğaldan əvvəl. İndi də çox sevincliyəm. Getdiyimə görə çox həvəsliydi biz ailəlikcə. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Fidan Səfər, Diana Cəlali, Bəkir Həşimov, Space Xəbər. Qeyd edək ki, köç karvanı artıq Sarıcalı kəndinə çatıb və kəndə daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilən fərdi yaşayış evlərində mənzillər verilib. 28 ailəyə mənzillərin açarları təqdim olunub.